Rus dili 365 günə 6-cı gün. Bugünkü mövzumuz illə bağlıdır. Və onu da qeyd edim ki, təkcə bu ilə yox, hətta yaşa aiddir. Yəni ki, məsəl üçün, əgər siz bir ildən və yaxud bir yaşdan danışırsınızsa, siz qod sözünü istifadə edəcəksiniz. Həmçinin bura aiddir, əgər sonu 1-lə bitirsə. 2, 3, 4 və yaxud sonu 2, 3, 4 ilə bitən illərdən, yaşlardan danışırsınızsa, qoda sözündən istifadə edəcəksiniz. 5-dən sonra sonu 5-dən 9-a kimi, 0-dan 11-dən 19-a kimi bunların hamısı ilə siz let sözündən istifadə edəcəksiniz. Yəni, bir neçə nümunə gətirək. Məsəl üçün, deyirsiniz ki, birinci yaşla bağlı da, deyirsiniz ki, nə bilim, mənim 22 yaşım var. Sonu 2 ilə bitir. Deməli, siz deyəcəksiniz ki, мне 22 года. Nə qod, nə də let. Qoda. Sonra, məsələn, demək istəyirsiniz ki, onun 1 yaşı var. Uşaqdan danışırsınız. Ему ya da ей год və yaxud годик deyə bilərsiniz. Yəni, uşaq olduğuna görə çox vaxt qod yox, godik deyirlər. Amma 21 yaş desəydiniz, ему ya da ей 21 yenə də qod deyəcəksiniz. Burada godik lazım deyil. Sonra, məsəl üçün, eləcə də ildən danışanda, məsəl üçün, nə bilim, mən 5 ildir burada işləyirəm. Я работаю здесь, 5-dən danışırsınızsa, deməli 5 let. Nə qod, nə də qoda. Əzizlərim, əgər tez bir zamanda rus dilində danışmaq istəyirsinizsə, əlbəttə ki, fərdi şəkildə dərslərə yazılın. Qarantiyanı 100%-dir və ilk dərsdən artıq qısa cümlələr quracaqsınız. Mənimlə bir yerdə. İmkan yoxdur, amma həvəs var. Onda mütləq şəkildə danışıq kitabını əldə edirsiniz. Adı üstündə danışıq kitabıdır. Yəni, o kitabın sayəsində müəllimsiz, kurssuz, özünüz məşğul olaraq, gün ərzində hər gün 20-30 dəqiqə vaxt ayıraraq artıq bir neçə aya siz B2 səviyyəsində rahat danışa bilərsiniz. Dediyim kimi, o kitabın sayəsində. Yəni, heç bir kursa müəllimə ehtiyacınız olmayacaq. Amma ki, mütəmadi məşğul olsaq. Bunun üçün də istər fərdi dərsə yazılmaq istəyir, kitabı əldə etmək üçün kifayətdir WhatsApp nömrəsinə yazmaq. Kitaba gələndə isə PDF variantında da, ona görə dünyanın harasında olursunuz olun, hər yerindən əldə edə bilərsiniz.